21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin təməlini qoydu. Səfər Almaniya Federal Kansleri Friedrich Merzin dəvət əsasında həyata keçirildi. Dövlət başçımızın Almaniyada yüksək səviyyəli qarşılanması, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya əməkdaşlığının müasir durumu və perspektiv inkişafı ilə bağlı böyük ümid vəd edir. Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier, Prezident İlham Əliyevlə görüşündə Azərbaycanı regionda sabitlik adası kimi dəyərləndirdi. Sülh prosesində əldə edilmiş irəliləyişə görə dövlətimizin başçısına təbriklərini çatdırdı. Almaniya prezidenti eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu barədə söz açdı. Rusiya və Avropa arasında gərginlik fonunda Azərbaycanın etibarlı tərəfdaş imicini xüsusi vurğuladı. Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının federal kansleri Friedrich Merz tərəfindən Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair birgə bəyannamənin imzalanması oldu. Eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair birgə bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək. Prezident İlham Əliyev Almaniyanın federal kansleri Friedrich Merz ilə mətbuat konfransında bəyan etdi ki, imzalanmış sənədlər Azərbaycan-Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətli strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısı bu ildən etibarən Azərbaycanın öz təbii qazını Almaniyaya ixrac etməyə başladığını bəyan etdi. Mətbuat konfransı zamanı kansler Friedrich Merzin Azərbaycan ilə Almaniya arasında davamlı və məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm bəyanatı, ölkəmizə olan etimadın, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin, eyni zamanda qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, tranzit imkanlarının genişləndirilməsi və Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bu amillər Azərbaycan-Almaniya əməkdaşlığının gələcəkdə daha geniş miqyas alacağına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas verir. Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik üzv olmaqla yanaşı, siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.